Elə adamlar var ki, onlar haqqında sözün əsl mənasında artıq təqdimata zərrə ehtiyac yoxdur. Bu adam Nəsibə Zeynalovadır. Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Onun atası həm tanınmış tacir, həm də aktyor Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görməyə ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnaqları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qaydanda gəmidə yatalaq xəstəliyinə yoluxub və qısa müddətdən sonra rəhmətə gedib. Atası dünyasını dəyişəndə Nəsibənin cəmi 2 yaşı olub. Aradan 2-3 il keçəndən sonra Azərbaycanda Sovet hakimiyyəti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır, bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım balaca Nəsibə üçün pis olar. İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub. Cahangir Zeynalov teatrı çox sevən xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salırmış ki, aktyor yemək yesin. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirirmiş. Cahangir Zeynalov xanımına deyirmiş ki, yeməkləri sən bişir, savabdır. Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımı sovqat qoyurmuş. Həmin çantaları Hüsniyyə xanım özü tikərmiş. Cahangir Zeynalov deyərmiş ki, sən öz əllərinlə tik, xidmətçiləri qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyüdür. Atası dünyanı dəyişməzdən əvvəl Hüsniyyə xanıma vəsiyyət edib ki, mənim şəklimi böyüdərsən. Çünki Nəsibə atasını görməyib. Nəsibəni oxut, çalış, cahil olmasın. Atası dünyasını dəyişəndən sonra onların ailəsində çətin günlər başlayır. Aktrisa özü müsahibələrinin birində deyir: atam rəhmətə getdi, anam da bir savadsız qadın idi. Bir müddətdən sonra evdə hər şeyi satıb qutardıq, qaldıq ac, susuz. Ailəyə köməkli göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodların birində fəhli işinə düzəlir. Bir müddət sonra anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onun istedadını zavodun öz fəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni musiqili komediya teatrına götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir. Aktrisa teatrda Qızıl Axtaranlar, Rəisin arvadı, Hacı Kərimin Aya səyahəti, Həmişə xanım, Sevindik qız axtarır, hicran tamaşalarında uğurlu obrazlar ifa edib. Nəsibə xanım kinoda da bir-birindən maraqlı obrazlarla yadda qalıb. Ögey ana, Böyük dayaq, Qanun naminə, Bizim Cəbiş müəllim filmlərində yaratdığı obrazların hər biri filmlərin adları çəkilən zaman tamaşaçının gözləri önündə canlanır. Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı 2-ci Dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca adamla ailə qurur. İlk əvvəllər aktrisa bu nigaha razı olmur, yaş fərqini bəhanə gətirir, lakin sonradan izdivac baş tutur. Nəsibə xanımın həyat yoldaşı həm də musiqiçi olub. Tamaşadan sonra yoldaşı Nəsibə xanımı hökmən qarşılayıb evə gətirir. Onun qayğısına qalır. Nəsibə xanım xatirələrində deyirdi: ailəmiz inam üstünə qurulmuşdu. Bir-birimizin qədrini bilirdi. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşından gəlirdi. Mən xoş söz eşitməmişdim. Atamı tez itirməyim anamı elə bükmüşdü ki, dilindən bir kəlmə də xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim. Əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım. Hüsniyyə xanımla Cahangir Zeynalovun arasında 25 yaş fərq olub. 12 ildən sonra övlad sahibi olublar. Kərbəlayı Cahangir əhd edib ki, oğlu olsa İmam Rızanın adını qoyacaq. Qızı da olsa Nəsibə. Nəsibə xanım doğulanda
5 kilo yarımlıq uşaq olub. Böyük çəkili uşaq olduğu üçün həkimlər ya ananı, ya da övladı xilas edə bilər deyiblər. Amma nə yaxşı ki, hər ikisi sağ qalır. Nəsibə xanım köynəkdə doğulub. El dilində uşaq döl qarışıq doğulanda köynəkdə doğulub deyirlər. Nəsibə xanım da eynən belə dünyaya gəlib. Ağız bu nə danışır? Kimi kəfənə bürüyüblər? Hansı Ofeliya mı? Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: "Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur, nəvəm əvvəlcə mənim qızım olacaq, sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib, məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam." Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub, onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də, Nəsibə xanım nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb. Nəsibə xanım ömrünün son günlərində gəlinindən halalıq istəyərək deyib: "Elnarə, Allah sənə can sağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan." Xasiyyəti ağır idi və çox tələbkar insan idi. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar adam olub. Nəsibə xanım 65 il teatrda çalışıb, amma son illərdə teatrdan inciyir. Musiqili komediya teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik, Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur. Teatrşünas İlham Rəhimli müsahibələrindən birində deyir ki, o bir dəfə Nəsibə xanıma zəng edərkən Nəsibə xanım bu məsələ ilə bağlı təfsilatı ilə ona məlumat verib. Belə ki, 1985-ci ildən etibarən sən demə Nəsibə xanımın oynadığı tamaşaların heç birində onun üçün rol olmayıb. Yəni ən yeni tamaşası məhz 1985-ci ildə qoyulub. 3 hissədən ibarət. Birincisi, beci başdan ayağa geyindir. Məhz 1985-ci ildən sonra teatrda bir sıra tamaşalar qoyulsa da, onların heç birində Nəsibə xanımın rolu olmayıb. Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş: "Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım." Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa, rejissorların onu həmişə komik planda görməsi onu narahat edib. Gör nə günə qalmışam, bəgənmir bu da mən. Aktrisa Qaynana filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə həmin bayatını zümzümə edərmiş. Nəsibə Zeynalova sonuncu dəfə Cahangir Novruzovla Əmanət tamaşası üzərində işləyir. Məşqlər başlansa da, aktrisanın səhhəti korlandığı üçün bu səhnə işi yarımçıq qalır. Gülləri və heyvanları, xüsusilə də pişikləri çox sevib. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirilmiş. Onlara qulluq edir, yorğan döşək də tikilmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir, ədəbərkanla qonşudan pişiyin hərisini alır. Nəsibə Zeynalova 2004-cü il martın 10-da məhz Azərbaycanda Milli Teatr günündə dünyasını dəyişir.